Otelə ilk giriş etdiyiniz anda resepsiyon ad, soyad və otaq nömrənizi yazıb özündə qeydlər aparır. Hansı ki, səhhətinizlə bağlı hər şeyi soruşur. Nələrə həssassınız, hansı yeməklər olar, allergiyanız var ya yox və s. Gözəl yeməkləri, fərqli dadları sevən bir boğa bürcü olaraq demək istəyirəm ki, qaldığım müddətdə bir dəfə belə olsun, ləzzətindən həzz almadığım yemək olmadı. Aşpazından tutmuş ofisiantına, xadiməsinə kimi hər kəs o qədər mehriban, gülərüzlü idi ki. Hətta oteldə qalan qonaqlar belə bir-birlərini tanımasalar da, hər gün salamlaşır, əhval-ruhiyyələrini soruşur və öz istirahətlərinə davam eləyirdi. Burada dünyanın hər bir ölkəsindən fərqli-fərqli turistlər var idi. Heç kim bir-birini tanımasa da, başa düşməsə də bu üç kəlməni hello, how are you, thanks demək, lori dildə desək, heç kimin canını çıxartmırdı. Və bu kimi şeyləri görüb bir daha yadıma düşür ki, mən başqa ölkədəyəm. Özünüz başa düşdünüz. Bütün təamları sizinlə paylaşdıqdan sonra bu dəfə terasda yox, restoranın içində oturmağa qərar verirəm. Bu arada göz haqqınızı halal eləyin. Yeməyimi yedikdən sonra dəniz tərəfə keçib biraz istirahətimi orada davam eləməyə qərar verirəm və gördüyünüz kimi dəniz çox qəşəngdir. Görünüşü həqiqətən mənzərəyə söz ola bilməz. Burada yenə özümün varlığını bilmirəm niyə sübut eləməyə çalışıram. Dəniz kənarında biraz başıma qatıram, xeyli vaxt keçirdikdən sonra digər otellər də yanbayan olduğu üçün onları da gəzməyə qərarına verirəm. Bəli, şam yeməyi saat 6-dan axşam saat 9-a kimi davam eləyir. Deyəcəksiniz Fatimə, sən nə qədər yemək yeyirsən? Nəzərə alın ki, şam yeməyini göstərmək üçün videoları qısa-qısa formatda kəsib sizə göstərmişəm. Otelin ikinci mərtəbəsində yerləşən əsas restoran olan Turkuaz restoranında 7 günlük fərqli-fərqli menyular mövcuddur. Belə deyək, hər günün öz menyusu var. Həftənin birinci günü Meksika mətbəxi acılı sevənlər üçün, ikinci günü İtalyan, üçüncü günü Osmanlı mətbəxi, dördüncü günü dəniz məhsullarından ibarət menyu olur. Beşinci gün qarışıq mətbəx, altıncı gün türk mətbəxi, bazar günü isə yalnız balıq yeməklərindən ibarət menyu olur.